Salam, hər vaxtınız xeyir olsun, xanımlar. Temudan aldığım sifarişlərimi sizinlə bölüşmək istəyirəm. Almaq istəyənlərə fikir olsun deyənə. Həm uşaqlara, həm özümə alış-veriş etmişəm. Bu dəst özüm üçündür. XL razmeridir. Sadə qara şalvar köynəyidir, amma çox gözəldir. Çox xoşuma gəldi. Rəngi canlı idi, material gözəl idi. Bəyəndim yəni. Bu isə qızım üçün aldığım dəstir. Bu da yay dəstidir. Nazik, gözəl materialda yay dəstidir. Yubqa köynək. İpli, çiyinlərinə ipli köynəkdir. Bunun açıq rəngi də var. Birini böyük qızıma almışam, birini balaca qızıma almışam. Eyni dəstir, sadəcə rəngləri fərqlidir. Amma materialı gözəldir. Nazikdir, amma qəşəngdir. Bu şortikdir. Hər iki qızıma da almışam. Birini 5-6 yaşa, birini 3-4 yaşa. Papatyalı. Cinsə oxşuyur, amma cins deyil. Amma gözəldir materialı. Rəngi də canlıdır. Çox xoşuma gəldi. Uşaqlar da çox sevdi, bəyəndilər. Bu Hello Kitty-li sumkadır. Qızlarım Hello Kitty dəlisidir. Ağlı pəmbişdir, peluş materialdır. Çox şirindir. Ölçüsünü də ayarlamaq olur. Uşağın çiyninə uyğun. Yəni tam oldu qızıma. Bəyəndilər də. Çox qəşəngdir. Onun qırmızı rəngi də var. Birini böyük qızıma almışam. Bu qırmızılı ağlını balaca qızıma almışam. O da eynən həmin kimi ölçüsü açılır. Böyüyür, balacalaşdırmaq olur. Çox şirindilər yəni. Hər ikisini də sizə göstərirəm burada. Bu isə sadə, ağ, təmiz pambıq, 100% koton köynəklərdir. Biri 5-6 yaşa, biri 3-4 yaşa. Eyni köynəkdən 2 dənə almışam. Birini burada göstərirəm, birini sonra çıxacaq deyəsən. Bu pencəyidir, özüm üçün almışam. Çox gözəldir, yazlıq, yaylıq materialını çox bəyəndim. Bu Hello Kitty-li köynəkdir, 5-6 yaşadır bu da. Bunun da materialı çox qəşəngidir, çox bəyəndi qızım. Eynən elə o formada Hello Kitty-li bir qırmızılı, pəmbişli, belə qarışıq rəngli biri də var. O da balaca qızım üçündür. Bu 3-4 yaşadır. Bu bayaqki pambıq köynəyin 3-4 yaşı olanıdır. Videoda gördüyü kimi uşaqlar mənə imkan vermir. Gecəbələr ərsəyə gətirmişəm bu videonu. Bu mənim üçün dəstir. Belə şəkildə cins kimi görsənir, amma cins material deyil. Denim materialdır. Amma çox gözəldir. Şalvar köynəkdir. Çalışacağım bunların linklərini aşağıda yerləşdirəm sizin üçün. Həm qiymətinə, həm də məhsullara baxa biləsiniz. İstəyən olsa sifariş verə bilər. Bu yaylıq ayaqqabıdır. 3-4 yaşa. 24 razmer mən vurmuşdum. 25 göndərə bilər, amma ayağına tam oldu qızımın. Bu isə 28 razmer. Bu da yay üçün ayaqqabıdır. Bu Hello Kitty-li məktəb qələmləri, ruçkaları qoymaq üçündür. Bu isə özüm üçündür, ayaqqabıdır. Onu da çox bəyəndim. Biraz belə zambuş fasondur üstü. Ölçüsü də 39 razmerdir. Çox bəyəndim. Bu da çoraplardır özüm üçün. 5 cüt. Materiallar çox gözəl idi. Çox bəyəndim. Yumuşaq. Bu bayaqki Hello Kitty-li dediyim köynəyi balaca qızımın 3-4 yaşı olanı. Ağlı, qırmızılı belə pəmbişdi. Bu da gözəl idi. Qırmızılı ağlı sumka ilə dərs görünür. Bu isə şalvardır. Qara şalvar. XL razmeridir. Bu da çox gözəldir materialı da. Əynimə də tam oldu. Orada isə sırğalar var. Eyni sırğanın sarısını da almışam. Ağını da almışam. Amma ağı qırıq çıxıb. Bir dənəsi qırıq gəlib. Onu Temuya bildirəcəm. Geri ödənişimi istəyəcəm. Bu üzükdür. Bunu da səhvən balaca razmer vermişəm, amma gözəldir. Fırlanır üzük. Gül formadadır. Fırlanır. Bu nəfəs təravətləndiricidir. Bu pudradır. Bu isə açki. Papatyalı eynəkdir. Ağ rəngdə. 2 dənə vurmuşam ondan. Hərəsinə birini. Onu da çox bəyəndilər. İndi bu dəqiqə uşaqlar bu eynəyi hara baxsam bu eynəkdəndir. Belə.